Səhv etmirəmsə bunlar bunlar da Michelin markasındandır. Belə. Amma bu niyə belə göndərilib bilmədim. Burası açılıb. Neyse bu Michelin markasındandır. Bunlar ikili set şəklində satılırdı. Mən də dedim ki, why not? Bunun tək qiyməti daha baha idi. Nəinki ikisi birlikdə daha ucuzuydu. Bu nədir? Bu makyaj spreydir, sabitləyici sprey. Baxaq görək. Bunun üstü necədir? Belə bir spreydir. Çox qəşəngdir. Bildiyiniz Michelin həmişəki dizaynı. Və belə bir bronzer, əlbəttə ki, Milkshake seriyasındandır və nömrəsi də əslində yoxdur, elə Milkshake Powder Blush gedir. Gəlin baxaq rənginə. Bu da parlaqdır. Yəni tünd, belə parlaq rənglidir. Məncə bunun kimidir də. Üçüncüsü bunun kimidir. Sadəcə üstü çox xoşuma gəlir.